Choose the correct variant. Doğru variantı seçin. If you a lot of coffee, you sleep. Burada if bağlayıcısının uzlaşmasına əsasən düzgün zaman təyin etməliyik və ifin uzlaşmasında əgər indiki sadə zaman yazırıqsa, ikinci boşluğumuzda indiki və gələcək zamandan istifadə etməliyik. Keçmiş sadə zaman olarsa, keçmişə nəzərən gələcək sadə zaman istifadə olunmalıdır. A variantında drinks mübtəda xəbər uzlaşmasında yanlışdır, yəni you ilə s qəbul etməyəcək xəbərimiz və ikinci tərəfdə will be able to olmalıydı ki, be əksi yazılmışdır. B variantında drank keçmiş sadə zamanda, are able to indiki sadə zamandır ki, zaman uzlaşması pozulmuşdur. C variantında drink və won't be able to, drink indiki sadə zaman və won't be, yəni will not be able to deməkdir. Həm modal feilimiz düzgün yazılmışdır, həmçinin zaman uzlaşması doğrudur. Əgər sən çoxlu kofe içsən, sən yata bilməyəcəksən tərcüməsini vermiş olur. Və D variantında drunk feilin 3-cü formasıdır ki, bu bitmiş zamanlarda istifadə olunarkən yazılır, yəni düzgün deyil variantda. Və Y variantında drink indiki sadə zaman doğrudur. Won't able to ifadəsində isə modal feilimiz yanlış yazılmışdır. To be able to olduğu üçün ifadə gələcək zaman formasında will not be able to olmalıydı ki, doğru verilsin ki, biz də bu düzgün cavabı C variantında götürmüş oluruq.